iş yerləri yaradılır. Fərman imzalanıb ki, sadə vətəndaşlar polislə əlbir olsa onlara pul mükafatı veriləcək. Elə bir vətəndaş xəbərçilik eləsə, yəni işverənlik eləsə ona görə pula. Bu fərmanı siz necə qarşılayırsınız? Bu nəyə görə lazımdır? Niyə lazımdır? Bunun nəticəsi nə ola bilər? Nə deyim valla? Onlar biraz artıq danışım onda. Aha, əlbəttə ki. Biz əskərlikdə olanda kim xəbərçilik eləyirdi, onu biz təpiq altına salırdıq. İndi xəbərçilik eləmək nə deyim valla? Məsələn, mənim xoşuma gələn şey deyil. Xəbərçilik eləmək, satqınlıq eləmək bu düzgün iş deyil. Aha, bəs niyə bunu eləyiblər sizdə də? Yəni? Mən nə deyim valla, başqa deyim. Mən onu deyə bilmərəm. Bunu eləyiblər də belə ki, onsuz da bir də ki... Ya, deyək də, xalq deyir ki, iş yerləri açın, zavodlar açın, bunlar da belə bir... İndi belə təzə çıxıb ki, xəbərçilik ilə ondan qazancı olacaq yəqin. Lap olsa, bəlkə lap neçə manat olsa da ki, 5 manat, 10 manat yəqin gedəcəklər ona. Çünki cəmaatın çox işsizdir. Aha, belə nəticə nə olacaq? Nəticə də olacaq, bütün Azərbaycan deməli satqın. Yəni işləmək istəyən özü üçün Azərbaycanda iş tapa bilər. O su qalıqdır, biz onu bacarmalıyıq. Biz deyil. Yaş, bunun nəticəsi nə ola bilər? Onun nəticəsi çox pis. Misal üçün. Milləti təsəvvür elə ki, 70%-ni pis yola çəkirlər. Satqınçılığa çəkirlər. Aha.